Xocalı hadisəsini 1-ci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab edirəm. Təqsirləndirilən Xocalı ilə bağlı qondarma rejimdə müzakirələr və araşdırmalar aparılmadığından hərbi əməliyyatlarla bağlı məlumatı olmadığını söylədi. Xocalıdakı qətillər, oradakı barbarlıqlar reallıqda bir faciədir. Gördüyümüz kimi uşaqlara, dinc sakinlərə qarşı törədilən cinayətlərə necə bəraət vermək olar? Arayik Harutyunyan təqsirləndirilən Madat Babayanın məhkəmədə verdiyi ifadəsində Xocalı soyqırımının törədilməsində yaxından iştirak etdiyini dediyi Arkadi Şirinyanı çox yaxşı tanıdığını söylədi. Bildirdi ki, Arkadi Şirinyan sonradan qondarma rejimin dırnaqarası təsərrüfat rəhbəri olub. Eləcə də Şirinyanın hansı əməliyyatlarda iştirak etdiyini yaxşı bilir. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında bildirdi ki, Vitali Balasanyan da Əsgərandakı qüvvələrə komandirlik edib və ətraf kəndlərdə olan erməni hərbiçilərdən ibarət silahlı dəstələr də ona tabi olub. Karen Babayan isə Sambel Babayanın qardaşıdır. Onun Kərkicahanda döyüşlərdə iştirak etdiyi barədə məlumatlı olub. Aşot Qulyan isə 1-ci bölüyün komandiri olub. O, Şuşa əməliyyatında çox fəal iştirak edib. O vaxt əsas hərbi rəhbər Arkadi Tertadevosyan idi. Düşünürəm ki, hərbi əməliyyatlar onun göstərişi və razılığı ilə həyata keçirilib. Arayik Harutyunyan dedi ki, Xocalıda törədilən ağla sığmayan vəhşiliklər barədə normal insanın qərar verməsinə inanmır. Söhbət törədilən vəhşiliklərdən gedir. İstənilən halda bu bağışlanmaz bir faciədir. Təqsirləndirilən bildirdi ki, Yura Pagasyanı şəxsən tanımır, amma onun tərcüməyə halından 1992-ci ildə dırnaqarası mühüm şəxslərdən biri olduğunu bilir. Yura Pagasyan 4-cü bölüyün komandir müavini olub. Onun bölüyü Şuşa əməliyyatında dırnaqarası xüsusi rol oynayıb. Bu dırnaqarası xidmətlərinə görə həm Ermənistanın, həm də qondarma rejimin milli qəhrəmanı adına layiq görülüb. Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında Arşavik Qaramyanı da tanıdığını, onun Ağdərə, Ağdam, Kəlbəcər əməliyyatlarında iştirak etdiyini dedi.